Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim İşxəliyev. Bu günlərdə maraqlı bir mövzuyla qarşınızdayım. Videonun başlığı yəqin ki, sizin də diqqətinizi çəkdi. Dost ədədlər. Dost nədir? Yaxın qardaş, yaxın sirdaş, yol yoldaşı, məsləkdaş kimi. Bəs ədədlər arasında da belə bir münasibət varmı? Biz riyaziyyatın tarixinə baxsaq və eləcə də fəlsəfi baxımdan yanaşsaq, dostluğu Sokrat başqa cür təsəvvür eləyir, Konfutsi başqa cür təsəvvür eləyir və hər bir filosofun dost anlayışına yanaşması tamam fərqlidir. Sokrat deyirdi ki, ona belə bir sual verilmişdi ki, dost yaxşıdır yoxsa qardaş? Sokrat demişdi ki, qardaş da dost olsa yaxşıdır və dahi mütəfəkkirin dostluğa verdiyi bu dəyər bir daha da aydın olur. Və gəlin ədədlər üzərində dost anlayışını biz izah edək. Pifaqor deyib, əgər ədədlərdən birinin tam natural bölənlərinin cəmi digər ədədə və eləcə də digər ədədin tam natural bölənlərinin cəmi bu ədədə bərabərdirsə, onda bu ədədlər dost ədədlərdir. Müəllim, necə tam başa düşə bilmədik deyə fikirlərimiz ola bilər. Gəlin baxaq. 220 ədədinin natural bölənləri qeyd olunur lövhədə və eləcə də 284 ədədinin natural bölənləri qeyd olunur. Biz 220-nin natural bölənlərini cəmlədik, aldım 284. Eləcə də 284-ün natural bölənlərini cəmlədik, aldıq 220. Deməli, 220 ilə 284 necə ədədlərdir? Dost ədədlərdir. Aydın oldu mu indi sizə? Pifaqordan sonra tarixə nəzər salsaq, Madriddə yaşayan Əl-Məcridi adlı alim də dost ədədlər üzərində dərin araşdırmalar aparmışdı. Bundan başqa biz tarixə nəzər saldıqda Mərəkeş alimi Əl-Bənnani, bundan başqa isə 13-cü əsrdə Şərqdə Qiyasəddin Cəmşid Kaşaninin də dost ədədlər haqqında fərziyyələrini, bununla bağlı araşdırmalarının şahidi ola bilərik. İndiki dövrümüzə qədər qeyd eləmişəm, 1100 cüt dost ədəd məlumdur. Və bu dost ədədlərdən biz burada mən üçünü qeyd elədim sizlər üçün. 220-dən 284 dostdur, 1184-dən 1210 dostdur, 2620-dən 2924 dost ədədlərdir. Və burada deməli Paganini yazmışam. Bu nəyə görə yazmışıq? Deməli bu dost ədədlərini maraqlısıdır ki, hər hansı bir alim kəşf eləməyib. Deməli, 1866-cı ildə İtaliyada bir məktəbli, həmin məktəbin adı Paganini olub. Adi bizim burada tapdığımız usulla bu iki dost ədədini kəşf etmişdi. Və onun adı ilə də elə bu dost ədədlər bir-biri ilə bağlıdır. Və bugünkü mövzuda mən sizlərə dost ədədlər haqqında danışdım. Bundan əvvəl əkiz ədədlər idi mövzumuz, indi dost ədədlərdir və bu minvanla bir neçə belə maraqlı videolar çəkməyə çalışacağım ki, sizlər riyaziyyatın o sıxıcılığını və riyaziyyatın çətinliyini öz beyninizdən tamamilə təmizləyib, riyaziyyatın nə dərəcədə sevimli, maraqlı və eləcə də əyləncəli bir fən olduğunu bilib, orta məktəb kursunu gözəl bir şəkildə həvəslə oxuyub öyrənəsiniz. Ülfət müəllim çalışır ki, cəmiyyətdə olan hər bir tələbə riyaziyyatı daha çox sevsin, riyaziyyatı daha çox bağlansın. Və inanıram ki, bu məqsədimə siz gənclərin sayəsində çatacağım və riyaziyyatı ölkəmizin gənclərinə daha da çox sevdirəcəm. İşiniz avan da olsun, hələlik.